Hamıya salam. Unreal Engine daxilində Blueprint proqramlaşdırma dərslərimiz davam edir. Bugünkü dərsimizdə bu seriya dərslərin davamı olaraq dövr və ardıcıllıq funksiyaları sizlərlə öyrənəcəyik. Dərsimizi nümunə olaraq Level Blueprint daxilində həyata keçirdəcəyik. Ümumiyyətcə mühərrik daxilində dövr və ardıcıllıq funksiyaları ilə işləmək üçün axtarış bölümündə Utilities bölümünə keçid etməliyik. Burada Flow Control adlı xüsusi bir bölüm görürük. Bu bölümü açdığımız zaman burada mühərrik daxilində istifadə olunan bütün dövr və ardıcıllıq funksiyalarını görmüş oluruq. İlkin gördüyümüz operatorumuz burada branch adında şərt operatorumuzdur. Ümumiyyətcə, branch şərt operatorunun köməyi ilə verilmiş funksionallığı təbii ki, əvvəlcədən təyin etdiyimiz şərtə əsasən yoxlaya bilirik və bu şərt ödənildiyi zaman branch adında şərt operatorunun true bölümü icra olunur, əks halda false bölümü icra olunacaq. Branch adında şərt operatoru üçün belə bir sadə bir nümunə hazırlamışam. Burada sadəcə olaraq integer tipində bir ədəd dəyişən təyin etmişəm və daha sonra bu dəyişənimizin default dəyərinə nəzər salsaq, gördüyümüz kimi 0 olaraq müəyyənləşdirmişəm və şərtimizi belə qurmuşam ki, əgər bizim bu dəyişənimizin susmaya görə dəyəri, yəni qiyməti -1-ə bərabərdirsə, bu zaman true bölümündə bərabərdir sözünü çap eləyək ekrana, əks halda false bölümündə bərabər deyil sözünü ekrana çap edəcəyik. Və bildiyimiz kimi 0 -1-ə bərabər olmadığına görə bu zaman təbii ki, branch adında şərt operatorun false bölümü icra olunacaq. Səhnədə hazır nümunəyə baxırıq. Əvvəlcədən təyin etdiyim klavişə klik edirəm və ekranın yuxarı sol küncündə bərabər deyil sözünün çap olunduğunu görürük. Lakin burada şərtimizi -1-ə deyil, 0-ın özünə bərabərləşdirdiyimiz zaman yenidən oyuna başlayırıq və ekranın yuxarı sol küncündə gördüyümüz kimi bərabərdir sözünün ekrana çap olunduğunu sizlərlə görürük. Bununla da branch şərt operatorunun işləmə prinsipini sizlərlə öyrənmiş olduq. Növbəti mühərrik daxilində öyrənəcəyimiz Flow Control funksiyası delay adında gecikmə funksiyasıdır. Ümumiyyətcə bu funksiyanın köməyi ilə mühərrik daxilində yazacağımız istənilən kod fraqmentinə müəyyən gecikmələr verə bilərik. Misal üçün, belə bir sadə nümunə hazırlamışam. Gördüyümüz kod fraqmentindən biz B klavişinə klik etdiyimiz zaman 5 saniyədən sonra ekrana 5 saniyə keçdi yazısını çap edəcəyik. Yəni buradan da belə başa düşürük ki, delay adında gecikmə funksiyasının duration adlı parametrinə məhz həmin gecikmə zamanlamasını burada mənimsətməliyik və burada təyin etdiyimiz istənilən qiymətlər saniyələrlə ölçülür. Misal üçün mən buraya 5 deyil 15 yazsaydım, bu o deməkdir ki, 15 saniyə gecikmədən sonra delay funksiyasından sonraki kod blokları icra olunacaq deməkdir. Və səhnədə hazır nümunəyə baxırıq. Klaviaturada B klavişinə klik edirəm və 5 saniyə keçdikdən sonra ekranın yuxarı sol küncündə 5 saniyə keçdi sözünün çap olunduğunu sizlərlə görürük. Növbəti öyrənəcəyimiz funksionallıq Duen adlı dövr operatorudur. Məhz bu dövr operatorunun köməyi ilə istədiyimiz funksionallığı n sayda icra edə bilirik. Bu dövr operatorunun gördüyümüz kimi 3 ədəd giriş parametri mövcuddur. Bu parametrlərdən enter və reset adlı giriş parametrləri gördüyümüz kimi execution pin olaraq, yəni icra edici pin olaraq bu parametr bu operator üzərində bizə təqdim olunur. Lakin n adında xüsusi bir burada parametr mövcuddur ki, məhz bu parametrin köməyi ilə Duen adlı dövr operatoru bizim təyin etdiyimiz say qədər işə düşəcək deməkdir. Misal üçün, hazırki nümunədən gördüyümüz kimi bu operatoru burada çağırmışam və n adlı xüsusi bir parametrə 3 yazmışam. Bu o deməkdir ki, biz bu operatoru 3 dəfə işə sala biləcəyik və daha sonra bu operator 3 dəfə işə düşdükdən sonra təbii ki, öz funksionallığını dayandıracaq. Məhz buna görə də burada xüsusi bir reset adlı giriş parametri mövcuddur. Məhz bu parametrin köməyi ilə yenidən bu dövr operatorumuzu işə salıb istifadə edə bilirik və çıxış parametri olaraq burada counter adlı xüsusi bir parametr görürük. Məhz bu parametrin köməyi ilə həmin o əməliyyatların sayını istədiyimiz şəkildə idarə edə bilirik. Mənim nümunəmdə sadəcə olaraq əməliyyat sayını burada ekrana çap edirəm və səhnədə hazır nəticəyə baxırıq. Əvvəlcə klaviaturada U klavişinə 3 dəfə ardıcıl klik edirəm və ekranın yuxarı sol küncündə gördüyümüz kimi 1, 2 və 3 yazılarının çap olunduğunu görürük. Lakin yenidən U klavişinə klik edirəm və gördüyümüz kimi heç bir əməliyyat baş vermir. Lakin reset adlı parametr üçün təyin etdiyimiz digər bir klavişə klik etdiyimiz zaman artıq biz bu operatoru yenidən sıfırlamış oluruq və yenidən U klavişinə klik etsəm, gördüyümüz kimi yenidən eyni əməliyyatları həyata keçirdə bilirik. Bu da mühərrik daxilində
Duet adlı dövr operatorunun işləmə prinsipidir. Olduqca tez-tez istifadə olunan dövr operatorlarından biri sayılır. Mühərrik daxilində növbəti öyrənəcəyimiz dövr operatorumuz Duet adlı dövr operatorumuz sayılır. Məhz bu operatorun köməyi ilə mühərrik daxilində istənilən əməliyyatı yalnız və yalnız bir dəfə icra edə bilirik. Bu operator da mühərrik daxilində olduqca tez-tez istifadə olunan operatorlardan biri sayılır. Və gördüyümüz kimi bu operatorun da iki əsas giriş parametri mövcuddur. İlkin gördüyümüz parametr vasitəsilə bu operatorumuzu işə sala bilirik və reset adlı parametrin köməyi ilə Duet adlı dövr operatorunda olduğu kimi bu operatorumuzu sıfırlayıb yenidən işə sala bilirik. Və yazdığımız kod fraqmentindən də göründüyü kimi biz T klavişinə klaviaturada klik etdiyimiz zaman Duet adlı dövr operatorunun köməyi ilə ekrana yalnız və yalnız bir dəfə salam sözünü çap edəcəyik və Y klavişinə yenidən klik etdiyimiz zaman bu operatorun işini yenidən sıfırlayacağıq və yenidən T klavişinə klik etməklə bu əməliyyatı təkrarlaya bilirik. Səhnədə hazır nəticəyə baxaq. Əvvəlcə T klavişinə klik edirəm və ekranın yuxarı sol küncündə salam sözünün çap olunduğunu görürük və yenidən mən T klavişinə klik etmək istəyirəm və gördüyümüz kimi heç bir əməliyyat baş vermir. Lakin klaviaturada Y klavişinə yenidən klik edirəm və bu operatorumuzu sıfırladıqdan sonra yenidən T klavişinə klik edirəm və gördüyümüz kimi yenidən salam sözünün ekrana çap olunduğunu görürük. Bu da mühərrik daxilində Duet adlı dövr operatorunun işləmə prinsipidir. Dövr və ardıcıllıqlar funksiyası daxilində növbəti öyrənəcəyimiz funksiyonallıq Retrieveable Delay adlı xüsusi bir gecikmə funksiyası olacaq. Ümumiyyətlə bu funksiyanın işləmə prinsipi Delay adlı gecikmə funksiyasının işləmə prinsipi ilə demək olar ki, oxşardır. Lakin əsas bu funksiyaları bir-birindən fərqləndirən cəhət mövcuddur. Bu əsas cəhət də ondan ibarətdir ki, Retrieveable Delay vasitəsilə işə saldığımız istənilən funksionallıq hər dəfə biz bu funksiyaya müraciət etdiyimiz zaman özü-özünü yenidən işə salır. Yəni bizim duration bölümündə göstərdiyimiz gecikmə zamanlaması hər dəfə bu funksiyaya müraciət olunan zaman yenidən sıfırlanır deməkdir. Əvvəlcə V klavişinə klik etdiyimiz zaman delay vasitəsilə ekrana fasilə sözünü çap edək. Yəni buradan da gördüyümüz kimi 2 saniyədən sonra ekrana fasilə sözü çap olunmalıdır. Klaviaturada V klavişinə klik edirəm və 2 saniyə keçdikdən sonra ekranda fasilə sözünün çap olunduğunu görürük. Lakin eyni əməliyyatı Retrieveable Delay vasitəsilə həyata keçirsək, bu zaman klaviaturada hər dəfə biz V klavişinə klik etdiyimiz zaman bizim Retrieveable Delay funksiyasındakı həmin duration bölümündəki gecikmə zamanlamamız hər dəfə sıfırlanacaq deməkdir. Yalnız və yalnız biz klaviaturadan əlimizi çəkdiyimiz zaman sonuncu klikimizdən sonra 2 saniyə keçəcək və ekrana fasilə sözünün çap olunduğunu görəcəyik. Hal-hazırda klaviaturada durmadan V klavişinə klik edirəm və gördüyümüz kimi 2 saniyə keçsə belə ekrana fasilə sözünün çap olunduğunu görmürük. Lakin mən klaviaturadan əlimi çəkirəm və 2 saniyə keçdikdən sonra ekranda fasilə sözünün çap olunduğunu görürük. Bu da Retrieveable Delay ilə adi delay gecikmə funksiyasının işləmə prinsipidir. Mühərrik daxilində növbəti öyrənəcəyimiz dövr operatorumuz for loop adlı dövr operatorudur. Ümumiyyətcə mühərrik daxilində bu operatoru işlədən zaman xüsusilə diqqətli olmaq lazımdır. Çünki optimizasiya baxımından for loop adlı dövr operatorunun işləmə prinsipi olduqca ağır bir işləyən dövr operatoru sayılır. Təbii ki, bu operatorun köməyi ilə həyata keçirdiyimiz dövrlərin sayından asılıdır optimizasiya məsələsi. Ona görə də bu operator işlədən zaman xüsusilə diqqətli olmaq lazımdır. Bu operatorun giriş parametri olaraq first index və last index adlı 2 ədəd xüsusi bir giriş parametri var. Məhz burada öz dövrlərimizin sayını müəyyənləşdirə bilirik. Gördüyümüz kimi first index bölümündə 0 yazmışam və last index bölümündə 3 yazmışam. Bu isə o deməkdir ki, for loop dövr operatorunun köməyi ilə istədiyimiz əməliyyatları 4 dəfə işə salacağıq və çıxış parametri olaraq loop body bölümündə ümumi dövr ərzində icra olunan əməliyyatları istənilən şəkildə burada istifadə edə bilərik. Completed bölümündə dövr operatorumuz tamamilə öz funksionallığını yerinə yetirdikdən sonra completed bölümündə istənilən funksionallığı burada yaza bilərik. Index bölümündə isə bizim dövrlərimizin sayını bu parametr vasitəsilə idarə edə bilərik. Mənim sizə for loop vasitəsilə göstərəcəyim nümunədə loop body bölümündə gördüyümüz kimi print string adlı funksiyanı birləşdirmişəm və daha sonra index adlı parametrimizi inString adlı parametrə bu şəkildə ötürmüşəm. Bununla sadəcə olaraq biz P klavişinə klik etdiyimiz zaman dövrlərimizin sayını ekrana çap edəcəyik və bizim dövr operatorumuz öz işləmə prinsipini tamamilə bitirdikdən sonra burada gördüyümüz kimi digər bir flow control funksiyasından
daha doğrusu branch adlı şərt operatorundan istifadə etmişəm. Və daha sonra indeks adlı parametrim 3-ə bərabərdirsə, yəni şərtimi bu şəkildə təyin etmişəm. True bölümündə tapıldı sözü çap olunacaq. False bölümündə isə tapılmadı sözü ekrana çap olunacaq. Təbii ki, bizim burada dövrlərin sayı 3-ə bərabər olmadığına görə bizim burada tapılmadı sözü, yəni false bölümü icra olunacaq. Əvvəlcə hazır nümunəyə baxırıq və mən klaviaturada P klavişinə klik edirəm və gördüyümüz kimi 0-dan 3-ə qədər əməliyyat sayı və ən sonunda tapılmadı sözü ekrana çap olunur. Lakin mən burada şərtimi 3 deyil, 4 olaraq müəyyənləşdirdiyim zaman yenidən klaviaturada P klavişinə klik edirəm və artıq ən sonunda tapıldı sözü yazılır. Çünki bu zaman bizim dövrlərimizin sayı bizim şərtimizi tamamilə ödədiyinə görə bizim burada branch adlı şərt operatorunda true bölümü icra olunur və 0-dan 3-ə qədər əməliyyat sayını burada loop body vasitəsilə ekrana çap etmiş olduq. Bununla da mühərrik daxilində for loop adlı xüsusi bir dövr operatorunun işləmə prinsipini sizlərlə öyrənmiş olduq. Növbəti öyrənəcəyimiz dövr operatorumuz while loop adlı xüsusi bir dövr operatoru sayılır. Bu dövr operatorunun işləmə prinsipi nisbətən for loop adlı dövr operatorunun işləmə prinsipinə bənzərdir. Lakin while loop adlı dövr operatoru bizim təyin etdiyimiz condition bölümündə şərt daxilində həmin şərtimiz icra olunduğu müddətcə dövr edəcək xüsusi bir dövr operatoru sayılır və while loop vasitəsilə belə bir praktik nümunəyə baxacağıq. Yazdığım praktik nümunədən klaviaturada Z klavişinə klik etdiyimiz zaman while loop adlı dövr operatorumuzu burada çağırırıq. Condition bölümündə isə burada bir ədəd say adında dəyişən təyin etmişəm. Dəyişənimizin susmaya görə qiyməti 95-dir və şərtimizi burada gördüyümüz kimi 100-dən kiçikdir, bərabərdir olaraq təyin etmişəm. Yəni bizim buradakı dəyişənimiz 100-dən kiçik və bərabərdir olduğu müddətcə bizim dövr operatorumuz işləyəcək deməkdir. Və loop body adlı bölümü print string adlı funksiya ilə birləşdirmişəm və say adlı dəyişənimizi bizim dövr operatorumuz işlədiyi müddətcə ekrana çap edəcəyəm və eyni zamanda say adlı dəyişənimizi bir vahid hər dəfə artırırıq. Burada increment adlı xüsusi bir makrosun köməyi ilə və daha sonra completed adlı xüsusi bir çıxış parametrində burada gördüyümüz kimi tamamlandı sözünü ekrana çap edəcəyik. Hazır nümunəyə baxırıq və gördüyümüz kimi 95-dən 100-ə qədər bir-bir ədədlər artaraq ən sonunda tamamlandı sözünün ekrana çap olunduğunu gördük. Lakin mən burada nisbətən şərtimizi dəyişirəm. Say adlı dəyişənimizin susmaya görə qiymətini 0 təyin edirəm və daha sonra burada while loop adlı dövr operatorun condition bölümündə şərtimizi də dəyişirəm. Sadəcə olaraq burada onu yazıram və daha sonra yenidən hazır nəticəyə baxırıq. Klaviaturada Z klavişinə klik edirəm və 0-dan 10-a qədər rəqəmlərin ekrana çap olunduğunu və ən sonunda tamamlandı sözünün ekrana çap olunduğunu sizlərlə görmüş olduq. Bununla da mühərrik daxilində while loop adlı dövr operatorunun işləmə prinsipini sizlərlə öyrənmiş oluruq. Flow control daxilində yerləşən digər bir dövr və ardıcıllıq funksiyalarından xüsusi bir flip flop adlı makrosun işləmə prinsipinə baxaq. Bu funksionallığın köməyi ilə mühərrik daxilində istənilən zaman bir dəfə A və bir dəfə B parametrini icra edə bilirik. Daha sadə dildə desək, səhnədə yerləşdirdiyimiz misal üçün istənilən işıq mənbəyini aktiv və yaxud da deaktiv etmək üçün çox rahatlıqla flip flop adlı xüsusi makrosundan istifadə edə bilərik. Və yazdığımız kod fraqmentindən də gördüyümüz kimi biz X klavişinə klik etdiyimiz zaman flip flop adlı xüsusi bir makrosun köməyi ilə bir dəfə A parametri icra olunacaq, yəni ekrana A sözünü çap edəcəyik. İkinci dəfə X klavişinə klik etdiyimiz zaman, yəni ekrana B hərfini çap edəcəyik. Hazır nəticəyə baxaq. Klaviaturada X klavişinə klik edirəm. Əvvəlcə A, ikinci dəfə klaviaturada X klavişinə klik edirəm və bu dəfə B hərfinin ekrana çap olunduğunu görürük. Və biz klaviaturada hər dəfə X klavişinə klik etdiyimiz zaman gördüyümüz kimi bir dəfə A və növbəti dəfə B parametrinin icra olunduğunu sizlərlə görmüş oluruq. Bununla da mühərrik daxilində flip flop adlı xüsusi bir makrosun işləmə prinsipini sizlərlə öyrənmiş olduq. Son olaraq mühərrik daxilində dövr və ardıcıllıqlar funksiyasına aid olan sequence adlı xüsusi bir funksiyanın işləmə prinsipini sizlərlə izah etmək istərdim. Bu funksiyada mühərrik daxilində olduqca sıx-sıx istifadə olunan funksiyalardan biri sayılır. Təsəvvür edək ki, mühərrik daxilində bir neçə müxtəlif əməliyyatı icra etmək istəyirik, lakin bütün bu əməliyyatları eyni bir event vasitəsilə, misal üçün begin play adlı event vasitəsilə həyata keçirmək istəyirik. Bu zaman təbii ki, bizə
Sequence adlı xüsusi bir operatordan istifadə etməyimiz vacib olacaq. Çünki nəzərə almaq lazımdır ki, bu tip müxtəlif əməliyyatları eyni bir event ilə istifadə edən zaman hər bir kod fraqmenti özünə məxsus bir funksionallığı daşıdığına görə müəyyən burada xoşagəlməz hadisələrin və yaxud da halların baş verməməyi üçün təbii ki, burada həmin yazdığımız kod fraqmentləri arasında müəyyən bir ardıcıllıq qurmalıyıq. Məhz bu ardıcıllığı qurmaq üçün mühərrik daxilində sequence adlı xüsusi bir funksiyadan istifadə olunur. Sadəcə olaraq bu funksiyanı istənilən klass redaktoru daxilinə əlavə edirik və add pin bölümü vasitəsilə istənilən qədər buraya pinlər əlavə edib gördüyümüz kimi istifadə edə bilirik və təbii ki, istifadə olunmayan pinləri mouse'un köməyi ilə sağ klik edib remove execution pin adlı bölümə klik etməklə bu pinləri buradan silə bilirik. Hal-hazırda sizə göstərəcəyim kod fraqmentində klaviaturada C klavişinə klik etdiyimiz zaman sequence adlı xüsusi bir funksiyanın köməyi ilə ekrana eyni zamanda hər üç print string adlı funksiyada yazdığımız sözləri çap edəcəyik və mən klaviaturada C klavişinə klik edirəm və ekranın yuxarı sol küncündə gördüyümüz kimi hər üç sözün ekrana çap olunduğunu sizlərlə görmüş oluruq. Ümumiyyətcə, flow control daxilindəki funksiyonallıqlar olduqca genişdir, lakin video dərsimizin uzun alınmaması üçün ən çox istifadə olunan bu funksiyaları sizlərə izah etməyə çalışdım. Məhz bugünkü dərsimizdə mühərrik daxilində flow control adlı dövr və ardıcıllıq funksiyalarının işləmə prinsipini sizlərlə öyrənmiş olduq. Bugünkü dərsimiz bu qədər. Hamıya uğurlar.